Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natəvan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu günləri də növbəti bir MİQ sualının izahına baxırıq və izaha başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olun ki, gündəlik olaraq paylaşdığımız MİQ suallarını izləyə bilərsiniz. Bu imtahanda bu il 2025-ci ildə MİQ imtahanına düşmüş bir sualdır, bu sual daha doğrusu. Qeyd olunur ki, müəllim əvvəlki mövzunu şagirdlərdən soruşur. Əvvəlki mövzunu. Bunun üçün bildikləri məlumatları, bilmək istədikləri mövzuları qeyd etmələrini istəyir. Bu zaman hansı iş üsulundan istifadə olunub? Bizim müəllimlərimiz adətən öyrəniblər hazır qaydaya ki, misal üçün BB iş üsulunda bilirəm, istəyirəm, biləm, öyrəndim ardıcıllığı ilə gedir. Burada bir qədər kənara çıxıblar, yəni fərqli qoyulub da sualın qoyuluşu. Deyir ki, müəllim əvvəlki mövzunu şagirdlərdən soruşur. Yəni bilirəm hissəsini soruşdu da müəllim. Bilirəm hissəsini soruşdu. Və bunun üçün bildikləri məlumat, bilmək istədikləri mövzunu qeyd etmələrini istəyirsə, təbii ki, söhbət burada BB iş üsulundan gedib. BB iş üsulu ümumiyyətlə iş üsulları vacib mövzulardan biridir. Həm MİQ, həm sertifikasiya imtahanında mütləq şəkildə bu iş üsulundan düşür. BB iş üsulu həmçinin şagirdlərin diaqnostik qiymətləndirmə apararkən də istifadə edə biləcəyimiz bir iş üsuludur. Çünki onun bilirəm hissəsi, diaqnostik nə idi? İlkin vəziyyəti. Yəni BB-nin bilirəm hissəsində uşaq müəllim diaqnostik qiymətləndirmə apara bilər bu iş üsulundan. Bir də müəllimlər BB-nin öyrəndim hissəsində də refleksiya aparmaq olar. Refleksiya üsulu kimi də istifadə etmiş olarıq. Bunu da öyrəndik, bunu da bilmiş olduq bugün. Sağ olun müəllimlər, hər birinizə xoş dinləmələr, hər birinizə zehni açıqlığı arzulayıram.